Uşaqlar, ion mübadilə reaksiyaları və təbii ki, test izahları da artıq yavaş-yavaş çəkilir ki, davamlı şəkildə izah edəcəyik. Hansı ki, testlər də belə deyək də, YouTube kanalı artıq yüklənir bala-bala. Və gələk ion mübadilə reaksiyaları. Uşaqlar, ion mübadilə reaksiyaları nədir? Bax, bəli, mən əvvəlcə burada tərifini sizə deyirəm, ondan sonra bunu belə deyək də, öz tərzimizdə, öz belə deyək də, başa düşdüyümüz formada necə anlamışızsa elə danışacağıq. İon mübadilə reaksiyaları uşaqlar, elektrolitlərin suda məhlulları reaksiyaya girdikdə ionların mübadiləsi baş verir. Bu reaksiya ion mübadilə reaksiyalarından səbəbi olan nümunə başlayacaq. İon mübadilə reaksiyası uşaqlar, çöküntü, qaz və az dissosiasiya edən maddə. Biz əslən belə deyirik. Çöküntü, qaz və su. Belə bir az dissosiasiya maddə deyəndə biz elə suyu başa düşürük. Yəni bura bu CH3, CH da ola bilər, H2S da ola bilər və s. belə. Alınarsa, həmin reaksiyalar məhlulda axıra qədər gedir. Uşaqlar, ion mübadilə reaksiyalarında, deməli, reaksiyanın axıra qədər getməsi üçün 3 şərt. Çöküntü, qaz və az dissosiasiya maddə. Əsasən biz suya kökləndik burada. Gəlin bunu nümunə üzərində bir neçəsini izah edək və siz də ətraf şəkildə başa düşün. İndi mən sizə deyəcəm ion mübadilə reaksiyası nədir? Uşaqlar, birincisi, çöküntü alınarsa, birinci nə alınarsa, çöküntü alınarsa. Məsələn, uşaqlar, tutalım ki, gümüş NO3 üzərinə gəlinsin kalium klor. Bəzən biz elə düşünürük ki, gümüş NO3 məhlulu ilə kalium klor məhlulunu qarışdıran zaman reaksiya bu iki molekul arasında baş verir. Amma ion mübadilə reaksiyası onu göstərəcək ki, reaksiya bəlli ionlar arasında baş verir. Yəni, bəlli ionların mübadiləsi gedir burada. Biz ilk öncə burada reaksiyanın gümüş xlorla birləşir. Birisi də gümüş xlor nədir? Çöküntüdür. Bir də kalium NO3 almış. Olar, biz buna deyirik molekulyar təmlik. Nə deyirik biz buna? Qısa yazıram da molekulyar təmlik. Yadda saxlayın. Çöküntü, qaz və zəif dissosiasiya maddə dedim ki, əsasən su ionlara ayrılır. Gətirək ionlara ayıraq. Gümüş müsbət, NO3 mənfi, üstə gəlinsin kalium müsbət, xlor mənfi, gəlirik gümüş xlor çöküntü plus kalium müsbət NO3 mənfi. Şöyle buna deyəcəyik tam ion tənliyi. Tam ion tənliyi. Yadda saxlayın. Hər tərəfdən oxşar ionları islah eləyə bilərsən. Bu NO3-ləri göndər getsin, kaliumları göndər getsin. Yerdə nə qaldı? Gümüş müsbət, xlor mənfi və nə alınacaq? Gümüş xlor. Buna deyəcəksən qısa ion tənliyi. Aha. Ay müəllim, axı gümüş NO3 və kalium xlor axırda yekunda bu qaldı. Deməli burada gümüş və xlor ionları arasında reaksiya baş verir. Uşaqlar, kalium və NO3 burada reaksiya daxil olmayıbdır. Yadınızda saxlayın, 2 dənə molekulu, 2 maddəni elektroliti bir-birinə qarışdırsaq da reaksiya bəlli ionlar arasında baş verib. Yəni gümüşlə xlor arasında baş verib. Kalium və NO3 bu prosesdə iştirak etməyiblər. Yadda saxlayın, çöküntü, qaz, ondan sonra az dissosiasiya edən maddəni əmələ gətirən ionların sayı azalır. Yəni, burada hansı ionların sayı azalır? Gümüş və xlor ionların sayı azalır. Çünki onlar məhluldan çıxırlar, çökürlər qabın dibinə. Bəs müəllim, hansı ionların sayı dəyişmir? İxtisara gedənlərin sayı dəyişmir. Bax, fikir ver, kalium və NO3 ionları bu prosesdə iştirak etməyibdilər. Qısa ion tənliyində əmsallar cəmi 1, 1, 1, əmsalları topla 3. Gördün mü? Deməli, hətta bizdən nə deyəcək biz birazdan buna? İonların təyini uşaqlar, xlor mənfi gümüş ilə təyin olunur. Əlamət, gümüş, xlor, ağ rəngli çöküntüdür. Birazdan təyinindən danışacağıq indi. Gəlin, digər bir nümunəni yazaq. Tutalım ki, mis flor 2 plus natrium OH gəlirəm üzərinə. Siz bilməlisiniz ki, suda həll olmayan əsasların ən yaxşı alınma üsulu nə idi? Onların həll olan üzünə qələvi ilə təsir edirdik. Bax indi, burada mis nə ilə birləşir? OH ilə birləşir. Bilirsən də, qələvi olmayan bütün əsaslar nə idi? Çöküntü idi. Və yerdə nə alındı? Natrium C ilə. Uşaq, buna deyəcək molekulyar tənlik. Molekulyar tənlik. İndi çöküntü, qaz, su ionlara ayrılmır. Burada nə var? Bir dənə mis var, 2 dənə xlor var. Plus 2 dənə natrium müsbət, üstə gəlinsin 2 OH mənfi bərabərdir. Mis OH2 çöküntü, üstə gəlinsin 2 dənə natrium müsbət, 2 dənə xlor mənfi. Uşaq, buna deyəcək tam ion tənliyi. Oxşar ionları, xlorları göndərək, natriumları göndərək və yerdə nə qaldı? Mis 2 müsbət, 2 dənə OH və sağ tərəfdə nə qaldı? Mis OH2. Buna deyəcək qısa ion tənliyi. Deməli, bu iki elektrolit arasında reaksiya bəlli ionlar arasında baş vermişdir. Yəni, reaksiya mis və OH arasında baş verir, uşaqlar.
Burada mis və OH iyonların sayı azalıbdır. Niyə ay müəllim? Çünki onlar çökübdülər. Və birazdan biz deyəcəyik ki, mis 2 müsbət iyonu OH ilə təyin olunur və buna mavi rəngli çöküntü deyəcəyik. Müəyyən əlamətlərə görə. Məsələn, gələk ikincisi. İkincisi qaz alınarsa, uşaqlar, baxın, bura ən çox bilirsiniz kimi soruşurlar. Orta məktəb kimyasında ən çox istifadə olunan H2CO3, H2SO3, bir də NH4OH. Bilirsiniz də, bu maddələr alınan kimi nəyə parçalanır? Qaza və suya. İçərisindən su çıxdı, H2O çıx içindən. Nə qalır? CO2 qalır da. İçərisindən su çıx. SO2 ilə nə qalır? Su qalır. İçindən su çıx. Nə qalır? Amoniakla su. Məsələn, gətirək, natrium karbonatın üzərinə H-xlor gələr. Birisi də xlorid karbonatdan %10 duzundan çıxarır. Natrium nə ilə birləşir burada? Xlorla birləşir H2CO3. O da nəyə parçalanır? Karbon qazına və suya. Buna nə deyəsən? Buna deyəsən molekulyar tənlik. Deyir çöküntü, qaz, su iyonlara ayrılmır. 2 dənə natrium müsbət, bir dənə CO3 2 mənfi, 2 dənə H müsbət, 2 xlor mənfi, 2 natrium müsbət, 2 xlor mənfi. Üzərinə gəlinsin CO2, üzərinə gəlinsin su. Buna deyəcəksən tam iyon tənliyi. Uşaqlar, hər tərəfdən oxşar iyonları göndərsək cəhənnəmə, bunlar getdi. Yerdə nə qaldı? CO3 2 mənfi, üstə gəlinsin 2H müsbət. Sağ tərəfdə nə qalır? CO2 ilə su. Buna deyəcəksən qısa iyon tənliyi. Deməli, uşaqlar, karbonat iyonu, CO3 iyonu H müsbətlə təyin olunur. H müsbətlə təyin olunur. Uşaqlar, biz karbonatın, belə deyək də, duzun üzərinə turş tökəndə qabda belə qaynama müşahidə olunur. Oradan nə ayrılır? Karbon qazı ayrılır, belə çıxıb gedir. O, CO2 əhəng suyunu bulandıran qazdır. İnşallah gəzilər barədə deyəcəksiniz. CO2 əhəng suyunu bulandıran qaz. Çünki CO2 əhəng suyuna reaksiya gedir, orada çöküntü əməliyyatdır. Bunu gəzdə danışarsınız inşallah. Ondan sonra, məsələn, tutalım ki, başqa bir nümunə yazaq. Məsələn, gəlin yazaq NH, amoniumun duzu. NH4 xlor üzərinə gəlirsə natrium OH. Burada nə alır? Natrium xlor, bir də NH4OH. O nəyə parçalanır? Amoniakla suya. Biz buna nə deyəcəyik? Molekulyar tənlik. Gəlin iyonlara ayıraq. NH4 müsbət, xlor mənfi. Natrium müsbət, OH mənfi. Gələk sağ tərəfə. Natrium müsbət, xlor mənfi. Qaz və suyu nədir? İyonlara ayırmayacaq. Buna deyəcəyik tam iyon tənliyi. Hər tərəfdən oxşar iyonları ixtisar edəsə yerdə nə qaldı? NH4 müsbət, OH mənfi və burada nə alınır? Amoniak və su. Buna deyəcəyik qısa iyon tənliyi. Uşaqlar, yadda saxlayın, amonium iyonu OH-la təyin olunur. Amonium duzun üzərindən qələvi tökəndə oradan amoniak iyisi gəlir. Deyirlər, burada amonium iyonu var. Deməli, NH4 nə ilə təyin olunur? OH-la təyin olunur. Uşaqlar, üçüncüsü, zəif dissosiasiya elementı. Dedim, məsələn, su. Məsələn, su. Natrium OH, üzərinə gəlinsin H-xlor. Bilirsən də, əsas turşu reaksiyası. H-dan OH nə eləyəcək? Su eləyəcək və yerdə nə qaldı? Natrium xlor. Buna deyəcəksən molekulyar tənlik. İndi iyonlara ayıraq. Natrium müsbət, OH mənfi. H müsbət, xlor mənfi. Natrium müsbət, xlor mənfi. Suyu iyonlara ayırmayacaq. Buna deyəcəyik tam iyon tənliyi. Sonra oxşar iyonları göndərək getsin, xlorlar getdi. Yerdə nə qaldı? H müsbət, OH mənfi və H2O. Buna deyəcəyik qısa iyon tənliyi. Deməli, natrium OH ilə H2O arasında reaksiyada H müsbət və OH iyonların sayı azalır. Yadda saxlayın, qısa iyon tənliyində deməli, qalanların sayı eləyir, azalır. Amma nəyə diqqət eləməlisən? Uşaqlar, o ixtisar edənlərin sayı isə dəyişmir. Bunlara mütləq şəkildə diqqət eləməlisiniz, uşaqlar. Gələk növbəti bir məqam. Uşaqlar, sizə 2 dənə mühüm məlumatı qeyd edəcəm. Qeyd 1. Qeyd 1 nədir, uşaqlar? Yadda saxlayın. Ola bilər ki, tam iyon tənliyi ilə qısa iyon tənliyi biri-birinə bərabər olsun, uşaqlar. Belə bir hal ola bilər. Müəllim, nə vaxt ola bilər? Reaksiya nəticəsində alınan maddələrdən heç biri iyonlara ayrılmasa, tam iyon tənliyi ilə qısa iyon tənliyi eyni olur, uşaqlar. Tutalım ki, baxın, belə bir şey yazaq. Barium OH2 üzərinə gəlinsin H2SO4. 2 dənə H-dan 2 dənə OH nə eləyəcək? 2 dənə su eləyəcək və yerdə nə qaldı? Barium S4 qalır. Buna deyəcəyik molekulyar tənlik. İndi iyonlara ayıraq. Burada bir dənə barium var, 2 dənə OH var. Üstə gəlinsin, 2 dənə H müsbət, bir dənə SO4 2 mənfi və barium S4 çöküntüdür. Uşaqlar, bax, barium S4-də iyonlara ayırmayacaq. Suyu da iyonlara ayırmayacaq. Ona görə bunun tam iyon tənliyi ilə qısa iyon tənliyi bir-birinə nə oldu?
bərabər oldu. Reaksiyanın sağında əgər heç bir maddəni iyonlara ayıra bilmirsənsə, o zaman tam iyon tənliyi ilə qısa iyon tənliyi üst-üstə düşür. Və buna aid topluluqda da sual var, deyin biləsiniz. Sonra digər bir məsələ, növbəti bir məsələ şagirdlərin ən çox belə deyək də qarışdırdığı bir məsələdir. Bu məsələ nədən ibarətdir? Baxın, mən sizə təbii ki, öz tövsiyələrimi verəcəm. Biraz sürətli olmağın yolunu öyrədəcəm. Sizə bəzi məsələlərdə təbii ki. Şöyle baxın, belə bir 92-ci sual var burada. Bunu da sizə qeyd 2 olaraq deyim, ondan sonra keçsəm digər məsələlərə. Baxın, bizə bir tənbih veribdir uşaqlar. Deyir, qısa iyon tənli əmsallar cəmi 6-dır və yaxud da 5-dir. Nədir? Bu tip sualların ən sürətli həlli. Sizə öz tövsiyəmi verim. Bunu da öyrənin bəsizdir. Burada nə alınacaq? Kalsium CO3. Bizdə kalsium CO3 nədir? Çöküntüdür və natrium klor alınacaq burada. Uşaq, yadda saxlayın. Reaksiya nəticəsində, ümumiyyətlə, reaksiya, lap loru deyirəm sənə, reaksiyanın sağında, solunda ancaq və ancaq, bax fikir ver, bir dənə kalsium CO3 iyonları ayrılır. Bax, bu da ayrılır, bu da ayrılır, bu da ayrılır. Bu kimi hallarda həngəmə çıxartmaq kimi. Götürüb əmsallaşdır, sonra tam iyon, ixtisar lazımdır. Direkt buna köklənirsən. Kalsium CO3 nədən ibarətdir? Kalsium CO3. Bir dənə kalsiumdan ibarətdir. Bir dənə də CO3-dən ibarətdir. Bitdi. Əmsallar cəmi 1, 1, 1. Əmsal cəmi neçə edəcək? 3. Qurtardı. Həncəmə çıxartmaq kimi. Bax, gələk bura. Burada nə alır reaksiya nəticəsində? Maqnezium piyodür. Səndə bunun formulu nədir? Maqnezium 3 piyodür ki, uşaqlar, bir də natrium klor alınır. Həncəmə çatmaq lazımdır. Bu da iyonlar ayrılır. Bu da ayrılır, bu da ayrılır. Çünki həll olan maddə. Amma bu ayrılmır. Vəssalam, qısa iyon tənliyində əmsallar cəmi tapanda dərhal. Bu nədən ibarətdir? 3 dənə maqneziumdan, 2 dənə də piyodörtdən ibarət. Əmsalları tap. 3-2, bu 5, bu da 1, 6. Vəssalam. Bitdi, qurtardı, getdi. Məsələn, gələk bu birisinə. Adı nədir? Məsələn, bu varianta. Ferin kloris plus natrium H. Ferin burada nə ilə birləşir? OH ilə birləşir. Bundan başqa hər şey iyonlar. Çünki ferin H çöküntüdür. Bu nədən ibarətdir? Bir dənə feriyumdan, 3 dənə OH-dan. Əmsallar cəmi 1 üstə 3, 4, bu da 1, 5. Qurtardı, getdi. Bu şəkildə. Amma bu şərtlə eləyə bilərsən, sağ tərəfdə, məsələn, bir maddə, yəni reaksiyanın sağında, solunda ancaq bir maddə iyonlara, belə deyək də, ondan başqa hamısı ayrılsın. Yəni, burada deyirsən, bir dənə bu ayrılır, bu da ayrılır, bu da ayrılır, bu da ayrılır. Bu kimi hallarda götürüb əmsallaşdırıb, sonra tam iyon tənliyi yazıb, sonra qısa iyon tənliyi keçmək lazım deyil, ehtiyac yoxdur. Və gələk uşaqlar, ən nəhayət mövzumuzun deməli sonuncu etapına. Sonuncu etap uşaqlar iyonların təyinidir və bunu da danışaq, ondan sonra keçəcəyik. İndi mən bununla bağlı sizə müəyyən qədər video izahlar da göstərəcəm. Uşaqlar, diqqətli olmalısınız. Və burada yadda saxlayın. Biri-biri ilə reaksiyaya daxil olan, yəni çöküntü, qaz və ya adisiya maddə gətirən maddələri və iyonları eyni qabda saxlamaq olmur. Səbəb reaksiyaya daxil olur. Aydın olub, buna diqqət eləməlisən. Məhlulda baş verən reaksiya zamanı iyonların təyini aşağıdakı cədvəldə verilmiş. Bu cədvəl bütün məktəb kitablarında da var, dərsliklərdə də var dediyimiz kimi, vəsaitlərdə də qeyd edilibdir. İndi biz burada nəyə diqqət eləməliyik? Birinci yanlış olar, müsbət yüklü iyonlara baxaq. Suda həll olan turşular bizdə indikatorla təyin olunur. İndikator yazılır, lakmus, fenolftalein. Bütün turşuların ortağından H müsbət iyonları var da. Deməli, lakmusun rəngini qızardan H müsbət iyonlar. Topluluqda sual da var ki, lakmus kağıdını qızardan nədir? H müsbət iyonlarıdır. Yəni, suda həll olan turşuları biz indikatorla təyin edirik. Lakmus, fenolftalein, metil oranj. Danışmışıq turşular dərsində. Ondan sonra uşaq, indi mən sizə nə deyəcəm? Bax, lap loru deyəcəm sizə. Bu, aktiv olmayan metallar, yəni orta aktiv, pasiv metalların, katyonları, lap loru desək. Onlar hamısı təyin olunur OH-dan uşaqlar. Hamısı OH-dan təyin olunur. Müəllim, nə tər OH-dan təyin olunur? Bunu əslində ən rahat yolu nədir? Tamam ki, sən mis 2 müsbət təyin etmək istəyirsən. Misin həll olan duzuna qələvi ilə təsir edirsən. Bayaqlar yazdım, lap girişdə. Mis xlor 2 plus natrium OH. Şimdi videoları sizə göstərəcəm. Şimdi mis OH-dan çökür və mavi rəngli çöküntü verir. Magnezium OH-dan çökür, sink OH2, mis OH2, ferium OH2, ferium OH eyni qayda ilə. Bunların rəngləri də önəmlidir bu arada. İndi mən sizə bir ikisini yadda saxlama şəklini öyrədəcəm. Necə? Bax, sinklə alüminium amfoterdir. Bax, sink, alüminium, amfoter ağ rəngdir. Cəhənnəm, yenə bir işvə yarayacaq. Sink, alüminium, bax, sink OH2-dir, alüminium OH3-dür. Onlar ağ rəngdədir. Ferium OH3 uşaqlar, bax, ferium 3 müsbət. Ferium OH3 cəhənnəm, yadda saxlamaq üçün də pas. Uşaqlar, pas nə rəngdir? Qonur rəngdədir.
Fe'li müaşki qonurlaşan yaşıl söküntüdür. Uşaqlar, qonurlaşan yaşılımtıl söküntüdür. Bunları bilmək lazımdır. Uşaqlar, bilmək lazım. Sözdə qeyri kimi yoxsa 50 dəfə keçərsiz, amma ki, indiki durumda bilmək lazımdır. Mütləq şəkildə. Mütləq şəkildə. Sonra uşaqlar, bir də NH4 müsbət də OH-dan təyin olur. Dedim, bayaq da göstərdim sizə ikinci qaydada. Ammonium duzunun üzərinə qələvi tökdüm uşaqlar. Oradan ammoniyak qazı alır. Əgər ki, biz ammonium duzunun üzərinə qələvi töküb həmin həmin reaksiyanın baş verdiyi, belə deyək də, qabın ağzına yaş lakmus kağıdı tutsa, orada göyərmə baş verir. Çünki ammoniyak əsasi xassədir, yəni o bir əsasdır. İndi qulaq as ki mənə. İndi mən sənə birazdan onu göstərəcəm uşaq, biraz səbirli olun, reaksiyanı göstərəcəm sizə. Lap istəyirsə heç soyutmadan göstərəm o sizə. Uşaq, kalsium 2 müsbət SO4-dən təyin olunur, CO3-dən. Kalsium CO3 təbaşir əsas tərkibdir. Təbaşir nə rəngdədir? Ağ rəngdədir. Kalsium CO3 ağ rəngdədir. Kalsium sülfat ağ rəngdədir. Suda həll olan əsaslar, yəni qələvlər. Nə ilə təyin olunur? İndikatorla. Bilirsə, lakmusu göy rəngə boyayır indikator. Bənəfşəyi rəngi nəyə boyayır? Göy rəngə boyayır. Lakmus kağızını məsəl üçün. Fenaftalini moruq rəngə boyayır. OH iyonlarının təsirindən bu belə. İndi qulaq asın mənə. Və o bilərdə indi videonu göstərəcəm sizə. Təbii ki, mən bunu durub belə deyək də, hansı ki, nə deyirlər ona, dənə-dənə reaksiyon apara bilmərəm, yəni o mənim elə bir vaxtım, elə bir şəraitim də yoxdur hal-hazırda. Uşaqlar, burada ən azından cəhənnəm yadda saxlamaq üçün xlor, brom, yod, P4 təyin olunur gümüş nisbətlə. Gümüş NO3, gümüş 1 nitrat məhlulundan təyin olunur uşaqlar. Bax, gümüş xlor, bax, gümüş xlor, gümüş brom, gümüş yod və gümüş P4. Uşaqlar, rəngləri belədir. Ağ sarımtıl, sarı sarı, ağ sarımtıl, sarı sarı. Ağ, sarımtıl, sarı, sarı. Rəngləri belədir. Xlor, brom, yod, P4. Magnit da ağ, sarımtıl, sarı, sarı. Bax belə. Ağ, sarımtıl, sarı, sarı. Cəhənnəmtər yadda saxla. Xlor, brom, yod, P4. Nə ilə təyin olunur? Gümüş müsbətlə, gümüş 1 nitratdan təyin olunur. Rəngləri nədir? Ağ, sarımtıl, sarı, sarı. Flor maqnizlə təyin olunur. O da sarı rəngli çöküntüdür. İndi gələn növbət. S2 mənfi ion təyin olunur nə ilə? Mis PB-sin. Bax, mislə PB ilə qara rəngli söküntü, yəni mis-S, PB-S qara rənglidir, sin-S ağ rəng. Sonra SO4 təyin olunur bariumla. Barium SO4 ağ rəngli söküntüdür. Yadda saxlayın. Karbonat iyonu, bir də asetat iyonu. Siz bu çox testdə yoxdur ümumiyyətlə. CO3 iyonu təyin olunur H müsbət iyonla. Bayaqları dedim. Biz karbonatın hər hansısa həll olan uzuna bir turşu tökəndə orada qaz qabarcıqları əmələ gəlir. Məhlulda qaynama müşahidə olunur. Və deyirik, burada nə var? Karbonat iyonu var. İnşallah gəlin sizə ən azından bəsit də olsa bir-iki dənə təyinə reaksiyanı göstərək. Təyinə reaksiyanı göstərək. Bizə dəqiqə səbirli olun. Məsələn, tutalım ki, gəlin belə bir şey. Məsələn, mis OH2-nin rənginə baxaq. Yəni, ən azından mexaniki də olsa yadınızda qalsın. Da başqa çarəmiz yoxdur. Baxın. Uşaqlar, mis sülfatın, misin hər hansıda həll olan duzuna qələvi ilə təsir edir. Orada nə baş verir? Baxın. Orada mis OH2, yəni mavi rəngli çöküntü alınır. Gördünmü? Bax, bu şəkildə. Və yaxud da ki, bax, yadda saxlaması cəhənnəm, yenə işimizə yarayır yenə. Bax, tutalım ki, belə bir reaksiya. Bax, ferin florüçdür. Dəmirin ferin florüç həll olan duzdur. Üzərinə qələvi tökürük. Gördünmü? Bax, bir sənə ferin florüç, bir natrium aşır. Ferin aşır və 3 dənə natrium flor. Gördünmü? Qonur rəngli töküntüdür. Sonra bax, bayaqçı qrupa da göstərmişdim reaksiyalar, ona görə belə qalıbdır. Bax. Başqa da varmı bundan bağlı? Başqa görək varmı məsəl üçün? Məsələn, baxın uşaqlar, ferin OH2-nin rənginə. Bu ferin xloriki uşaq, dəmir 2 xlorikdir. Üzərinə qələvi tökəcək indi. Məsələn, natrium OH, kalium OH, önəmli deyil. Sodium. Gördün? Rənginə bax, yaşıl. Bax, bu getcədə qonurlaşır. Buna getcədə qonurlaşan yaşıntı çöküntü deyirlər, ferin OH2. Ondan sonra gəlin digərinə baxaq. Görək. Deməli, ferium, xlor, deməli, alüminium florüç üzərinə gəlinsin, deməli, məsələn, görək, natrium OH gələr üzərinə, natrium OH gələr. Görək, burada nə olur? Baxın uşaqlar. Dedim, alüminium OH nə rəngdədir?
Ağ rəngdədir, bax. Gördünüz mü? Bax, alüminium OH ağ rəngdədir, baxın. Yəni, alüminium OH-la ağ rəngi çöküntü verir. Baxın, bu da reaksiyası. Gördün? Alüminium OH bax, budur. Ağ rəngli həlməşik çöküntüdür. İndi bir dənə sual verəcəm sizə. Bu sualın cavabını tapanı halaldır. Amma tələsmədən cavab verin. Kim deyər? Niyə çöküntü yoxa çıxdı? Amma bilən cavab versin. Yəni, bilməyən deməsin. Kim deyər? Niyə çöküntü yoxa çıxdı? Çünki iyonlara ayrıldı. Yox. Yox. Bax, bir də bax yenə. Bax, bir də bax. De təzlənmə. Alüminium xlor 3-dür. Həll olan duzdur. Üzərinə qələvi tökür. Bax. Natrium OH tökdür də. Çöküntü alındı. Söp. Alındı. İndi bundan sonrasını mənə izah edən adam lazımdır. Niyə? Nə olur? Qələvini davam edirik. Çöküntü niyə yoxa çıxdı? Sualı belə qoy. Üstünə qələbə əlavə etdikcə, Nə olur qələvi əlavə edəndə? Artıq miqdarda. Nə oldu? Müsbət mənfini çəkdi, kristal qəfəs zəiflədindən elə bir şey. Yox. Müəllim, alüminium amfoter olduğuna görə. Qəşəng. Alüminium OH amfoterdir. Qələvin artığında həll olmağa başlayır. Əsaslar 31-ci sual. Təzə topluda. Əvvəl alüminium OH alındı. Sonra qələvini artıra-artıra qələvin kütləsi artar da. Burada alüminium OH-in molunu şeydən asılını qoyaq da. Əlavə olunan natrium OH-in kütləsindən. Natrium OH əvvəlcə nə oldu? Çöküntü alındı. Sonra çöküntü niyə yoxa çıxdı? Çünki alüminium OH natrium OH-da həll olmağa başlayır. Çünki alüminium OH amfoterdir uşaqlar. Qələvini əlavə edənə başlayır ondan reaksiya getməyə. Biz bunu danışmışıq. Nə tez yazıdan çıxdı? Oyun keçmişik. Orada yazıdır cümləni. Oxuyarsan, qalarsan mövzunun ortasında bu nə danışır? Bax, cümləyə bax bir dənə cümləyə. Burada nə yazıbdır? Bax, nə yazıb alüminium? Yazıb ki, qələvin artığında həll olan həlməşiyə bənzər ağ çöküntü. Bax, bunu oxuyacaqsan, qalacaqsan ərəb kimi mövzunun içində. Bilməsən söhbət nədən gedir? Bu da qələvin artığında həll olan. Niyə yazıbdır? Çünki sizin qoyaq ki, amfoterdir. Qələvini artırsan, başlayacaq həll olmağa. Çöküntü yoxa çıxmağa başlayacaq. Olmaz ki, fikir xəyal hardadır, bilmirəm. Yatmışsınız. O belə. Yəni, burada çətin bir şey yoxdur. Uşaqlar, məsələn, tutalım ki, məsələn, xlor iyonu təyin edin. Götürsən xlorun bir dənə həll olan duzunu, məsələn, natrium xlor, üzərinə gəlirsən, mənim şəraitim yoxdur, mən neyiniyim, mən bunu harada aparım? Mən əslində bunlar varımdır, bəzi maddələr. Məsələn, bu ikisi də varımdır mənim, məsələn, gümüş piritatım da var. Dost, nə tərəf aparım mən? Bax. Gördün mü, bax? Gümüş hematusu da hələ üzərinə natrium xlor. Görürsən, nə də söküntü əmələ gəlir. Gördün, ağ söküntü nə əmələ gəldi? Əmələ gəldi. Məsələn, bax, natrium yodun üzərinə gələk bunu. Məsələn, natrium yodun üzərinə gələk. Bunlar hamısı belə qəşəng yadda qalır da. Belə baxanda ömrü boyu yadından çıxmayacaq. Natrium yodun məsələn üzərinə gələndə. Hanı natrium yod? Tapa biləcəm ki, görün. Bax, bu da. Yox, bu deyil. Gümüş bir nitratdır. Nəysə, tapanmadım. Natrium yod. Yəqin ki, başqa duzdan var. Bilmirəm də hansı duzdan var. Natrium bromla görək varmı? Bromun təyini. Burada olmalıdır əslində hamısı. Hamısı olmalıdır eyni anda. Prost tapmaq lazımdır harada. Təyində bax. Gümüş xlor. Bax, bu hansıdır? Hə, bax, bu da bax. Fikir ver. Bax. Bax, xlor, brom, yod təyin olunub PO4-dür. Təyin olunub PO4-dən. Xlor, brom yoddur, görürsünüz. Bura kalimdə qabağa verək. Bax, bu da uşaq silver nitrat. Yəni silver nitrat gümüş bir nitrat deməkdir. Hə, tez bazar edəndə vaxtımız gedir. Tez qabağa verək. Bax.
Bax, fikir versən, indi bunlar qışılır, mən də özüm qabağa verirəm, bax. Allah. Görürsən, indi bunlar da rənglərini seçmək olmur. Mən ekran keyfiyyəti o deyil deyə, biraz seçmək olmur. Və seçmək olmur bunu, amma o sarımtıl və sarı rəngdir. Biraz seçmək olmur rənglərini. Eybi yox, canı sağ olsun. Bəli, bəli, indi seçmək olmur da, çünki bu keyfiyyət o deyil, ekran keyfiyyəti o deyil. Yəni, yaxşı seçməyiblər videonu. Bax belə. İndi uşaqlar, dediyim kimi də, hara bura nə oldu? Bax belə. Nəysə, çox şeyə baxmayaq, ehtiyac yox. Belə uşaqlar, indi mən ümid edirəm ki, ən azından müəyyən qədər beyninizdə bir təsəvvür formalaşdı. Yəni, yolların təyini ilə çətin bir şey deyil. Yəni, onu sadəcə biraz baxsan mənasını da başa düşə bilərsən. Ümid edirəm ki, sizin üçün ən azından az da olsa biraz faydalı oldu. Belə. Oldu uşaqlar. Nəsə sözünüz, sualınız var. İnşallah qrupa da materiallar göndəriləcək. Sağ olun, salamat qalın uşaqlar. Özünüzü qoruyun. Allah'a emanet. Sağ ol. Sağ olun.